Bizim diaspor təşkilatlarının təzyiqi niyə güclənəcək? Çünki bütün sadaladığım diaspor təşkilatlarına fərqli olaraq Azərbaycan diaspor təşkilatları heç vaxt nə əməldə, nə sözdə, nə fəaliyyətdə Azərbaycan əleyhinə hər hansı bir narrativi ortaya qoymayıb. Yoxdur elə bir diaspor təşkilatımız ki, rəsmi Bakının əleyhinə bir açıqlama versin. Onlar Bakıdan maliyyələşirmi? Xeyr. Bakıdan maliyyələşmir. Azərbaycanda diaspora iş üzrə dövlət komitəsi var. Bu, sadəcə olaraq siyasi yox, mənəvi və kültür, mədəni məsələlərdə diaspor təşkilatlarımıza təşkilatı dəstək verməklə məşğuldur. Yəni, səfərlər, anım günləri, konsertlər və s. və s. Amma birbaşa maliyyələşdirmə yoxdur. Birbaşa maliyyələşdirmə olarsa, inanın ki, Rusiya bu dəqiqə həmən diaspor təşkilatlarını divan tutardı. Çünki xaricdən maliyyələşən təşkilatlar kimi reyestrə salınacaqlar bunlar. Və hətta terrorçu kimi elan edilərdilər. Amma Rusiya görür ki, bizim diaspor təşkilatları bütün təzyiqlərə rəğmən rəsmi Bakının mövqeyini dəstəkləyir. Hətta Rusiyalı siyasətçilər və deputatlar, senatorlar, rəsmilər fasiləsiz olaraq deyirlər. Siz qərar verin. Ya Rusiya vətəndaşısınız, ya Azərbaycan vətəndaşısınız. Rusiyada yaşayıb Azərbaycan maraqlarından çıxış edə bilməzsiniz. Açıq deyirlər. Amma bizimkilər bu hədələrə rəğmən vətənə arxa çevirmirlər. Qorxu ilə bağlı deyil bu. Bu genetik bir məsələdir. Ona görə migrantlara qarşı deməzdim. Çünki migrant deyəndə bir qədər düz deyil. Orada Rusiyada yaşayan, hətta 90-cı, 80-ci illərdə vətəndaşlıq qeydiyyata düşən Sovet vaxtında, daha sonra isə vətəndaşlıq almış şəxslər var. Onlara belə təzyiqlər var. Onları belə sıxışdırırlar. Çünki Rusiyada yaşayan sayı 1,8 milyon olan, bəzi qeyri-rəsmi mənbələrə görə 3 milyona çatan soydaşlarımız arasında xarizmatik, hamının tanıdığı, hamının hörmət etdiyi, çox imkana malik və Azərbaycana qarşı çıxmış bir şəxs hələ də yoxdur. Yoxdur. Ermənilərdə Samvel Karapetyan bilirsiniz ki, Paşinyanın düşmənidir. Moldovada İlhan Şordur. Gürcüstanda bir neçə adam var, sadalamaq istəməzdim, çünki siyahı böyükdür. Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmənistan belə Rusiyada mərkəzi hakimiyyətə qarşı siyasət yürüdən bir çox qruplar, təşkilatlardan ibarətdir. Bizdə isə talış amilindən istifadə eləmək istədi Rusiyanın xidmət orqanları dəfələrlə. Fəxrəddin Abbasov Ermənistana səfərlər edirdi, orada Ermənistan xüsusi xidmət orqanlarına sıx əlaqələr qurmuşdu və digər şəxslər və digər bu da alınmadı. Daha sonra ləzgi amilinə əl atdılar, o da alınmadı. Daha Sadvalı dirçəltmək istədilər və s. alınmadı. Daha sonra Yahudi amilinə əl atdılar. Rusiyada bəzi Yahudi ictimai şəxslər Azərbaycan Yahudilərini müraciət edərək Ukraynanı dəstəkləməməyə çağırdılar. Bu da alınmadı. Yəni Rusiya dediyim kimi yumşaq güc dırnaq arası amilindən istifadə edə bilmir. Ona görə təzyiqlər davam edəcək.